Xəbər verdiyimiz kimi Azərbaycanda 4 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarı ilə iyun ayının 6-sı, 7-si, 8-i və 9-u Qurban Bayramı ilə əlaqədar olaraq tətil elan olunub. Qlobal İnfaz bildirir ki, artıq paytaxt Bakıdan rayonlara kütləvi şəkildə maşın karvanları yola düşür. İnsanlar 4 günlük tətili dəyərləndirmək üçün bölgələrə səfər edirlər. Bakıdan çıxışda ciddi tıxacların yarandığına dair şəkillər və videolar paylaşılır. Əməkdaşımız hadisə yerindən bildirir ki, Bakıdan çıxış istiqamətində yollarda böyük tıxaclar yaranıb. Bu tıxaclar saatlardır insanların mənzil başına getməsinə çətinlik yaradır. Tətil sonu Bakı istiqamətində də yollar eyni vəziyyətdə olur. Bayramın sonuncu günündə də yollarda ciddi tıxacların olacağı gözlənilir. Yol polisi tövsiyə edir ki, sürücülər pik saatlarda Bakıya və Bakıdan yola çıxmasınlar. Qeyd edək ki, 20 yanvardan Xırdalan-Sumqayıt istiqamətində də vəziyyət acınacaqlıdır. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.